Başladığım işi yarım qoyuram. Əslində tamamlamaq istəyirəm, sadəcə alınmır. Və ya başlayıram, amma bir yerdən sonra nə edəcəyimi, necə davam edəcəyimi bilmirəm və bezib yarıda buraxıram. Deyirsənsə, xoş gəlmisən. Bugün davamiyyət mövzusundan danışacağıq və bugün danışacağımız mövzunun içərisində olacaq. Bir işi başa çatdıra bilməmə səbəbimiz nələrdir? Bunlardan qısa şəkildə 4 variantlı danışacağıq. Sonra bu davamiyyəti xırda addımlarla necə uzun müddətli bir davamiyyət qazana bilərik? 8 addımda onu danışacağıq. Normalda bu iki növ mövzunu ayrı-ayrı çəkirlər. Niyə davamiyyəti qoruya bilmirik deyə və qorumaq üçün nələr edə bilərik deyə. Mən bunu eləməyə qorxdum ayırmağa. Çünki düşündüm ki, davamiyyət. Bunu da yarıda qoyarsınız, o bir variantı izləməlisiniz deyə ikisini bir araya saldım və qısa şəkildə bir öz üstündən keçmək istəyirəm. Bir işdə davamiyyəti qorumaq üçün əsas önəmli olan bilirsiniz nədir? Bugünkü zövqlərinizi buraxmaq. Gələcəkdə yaşamaq istədiyiniz həyat üçün bugünkü zövqlərinizi biraz buraxmalısınız. Yəni bilirsiniz mövzu nədir? Bəli, davamiyyət çətindir. Bir şeyi davamlı şəkildə etmək, disiplinli olmaq çətindir. Hər gün çox tez saatlarda oyanmaq, gələcək üçün bir şeylər etmək. Bunlar çətindir. Bunlar o qədər asan deyil. Amma 40 yaşında, 30 yaşında, 50 yaşında özünü sürüyə-sürüyə bir işə aparmaqdan, nə bilim, istəmədiyin, çox əziyyət çəkdiyin bir işdə işləməkdən daha çətin deyil. İnanın, yəni bunu düşünün, ən azından bilin ki, o qədər çətin deyil. Bugün bu çətinliyə dözməsən, sabah daha çox çətinlik olacaq. Bir də çox gözəl bir söz eşitmişdim. Deyir, bugün tökülməyən alın təri sabah göz yaşı olaraq geri dönəcək. Bəli, tam olaraq da budur. Bugün bir şey etməsən, sabah heç bir şey əldə edə bilməyəcəksən. Çox uzatmadan bugünkü mövzumuza başlayaq. Niyə başladığımız işləri yarım qoyuruq? Birinci səbəbi plansız olmaq. Nə demək istəyirəm? Yəni biz ucu açıq işlər görürük. Yəni heç bir şəkildə bir bitiş yeri yoxdur. Bir burada başlayır, gedir. Yəni onun bir bitiş nöqtəsini qoymuruq biz. Məsələn, deyək ki, çoxunluğun yaşadığı bir problem, diyetaya başlayacaqsan, planlamamısan. Həftənin hansı günləri özünə sərbəst gün verəcəksən? Bu diyeta nə qədər çəkəcək? 2 aymı, 3 aymı, 4 aymı nə qədər çəkəcək? Bu diyeta müddətində nələr yeyib, nələr yeməyəcəksən? Bu diyeta üçün nələr etmisən, nələr etməmisən? Bu diyeta üçün ehtiyacın olan şeylər nələrdir? Bu gün diyetaya başlayıram deyib ya Allah diyetaya girir, sabah da başım bırax. Çünki plansız tərpənirik. Plansız tərpəndiyimiz hər iş yarıda qalmağa məcburdur. Diyetaya başlamısan, amma hər gün nə yeyim, tezən nə yeyim, axşam nə yeyim, günorta nə yeyim, biraz özümü rahat buraxmaq istəyirəm, amma nə yeyim, nə qədər yeyim deyə düşünməyə başlayırsan. Amma bunu özünə öncədən bir gün ayırıb bütün beynini yoraraq planlasan, artıq hər gün 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə yorulmayacaqsan. Bu milçəyimizi görməyəndə olar. Bir dənə balacadır. Tuta bilmədim də onu nə edə bilərəm? Uçur göylərdə. O da öz üçün kəssin burada. Nəysə, birinci səbəbimiz budur. Plansız olmaq. Və tam olaraq sizə bu məqamda çox güclü şəkildə kömək eləyəcək bir şey deyirəm. WOOP texnikası YouTube-da kanalımda girib baxa bilərsiniz. Paylaşmışam. 4 addımla məqsədinə çat deyə bir videom var. Ona mütləq bax. Şərh bölümündə də qeyd eləyəcəm videomu. Və siz o texnika nədir? Sizi tam şəkildə real düşündürür və həqiqətən çox başqa baxış açınız olur ondan sonra. Düşünün ki, belə deyək. Siz dağa çıxsaz, dağa mı baxarsınız, zirvəyə mi baxarsınız, yoxsa atacağınız addımlara mı, əlinizi tutacağınız yerə mi? Bu daşdan ayağımı çəkdim, hansı daşa ayağımı qoyum deyə mi baxarsınız? Hansına baxarsınız? Təbii ki, addımlarımıza baxarıq. Yəni biz hər işimizdəki planları da bu şəkildə addımlı yazmalıyıq. Və ikinci səbəbimiz mükəmməliyyətçi və şişirdilmiş hədəflər qoyuruq özümüzə. Məsələn, diyetaya başlamışam, bundan sonra çörək, şirniyyata dilim dəyməyəcək, qutardı, bununla da bu gün etibarən qutardı deyib oturuq. Niyə? Özünə bir gün verməlisən, biraz özünə bir zaman verməlisən. Siz bunu eləyəndə artıq beyin ondan qorxur və bezir, istəmir. Yəni, çünki onun bir konfor alanı var. O indiyə qədər şirniyyat yeyib və bir anda sən onu şirniyyatdan bu şəkildə uzaqlaşdıra bilmərsən. Sadəcə bunu bir gün eləyə bilərsən, o da sabahı təkrar yenə eyni şeydən başlayarsan da. İndi keçək üçüncü səbəbə. Hazır olmadan bir işə başlamaq nə demək istəyirəm? Məsələn, maddi mənəvi bəzən hazır
olmadığımız halda nələrəsə atılırıq sırası. Məsələn, əlimizdə bir ayın pulu var dietoloq üçün, hə gedirik, onu veririk, amma bilirik ki, gələn ay onu verə bilməyəcəyik və bir ay özümüz yuvadırıq yalandan. Gələn ayda pulumuz olmur, onu yenə yarımçıq buraxırıq. Bəzən görürük ki, hə nə qəşəng bədəni var falan, hə dərhal biz də giririk YouTube-da yazırıq, idmana başlayırıq, nə bilim neyindik. Yəni bu qazla başladığın hər şey yarıda qalacaq. Çünki sən onu plansız, proqramsız başlamısan. Bir hədəfin yoxdur. Sadəcə həmin an üçün o motivasiya sənə gəldi, sən onu elədin və bitdi, bu qədər. Yəni o getmir. Çoxunluqla hətta mən şahid oluram ki, məsələn, bir anlıq həvəslə açıb YouTube-da idman eləyən insanlar hətta o videonu belə tamamlaya bilmir. Orada yarımçıq qoyub çıxır. Yəni bu dərəcə olur. Və dördüncü son maddəmiz də budur ki, yəni bu istənilən hər kəsin başına gəlib və hər kəsin də başına gələcək. Yəni ilk anda, ilk səhvdə, ilk çətinlikdə hər şeyi buraxırıq. Ürəyimiz bir şey niyyət istədi, dərhal buraxırıq artıq. Bir şey yeyirik, hə, fisiota yedim də, bozdum niyyəti deyib davam etdirmirik. Amma bu da düzgün bir yanaşma deyil. Hətta bu da biraz mükəmməliyyətçiliyə girir. Çünki bir gün planı pozan kimi, hə, fisio, bir də getdi, başdan başlayacağam ya da heç başlamıram. Çünki planı pozdum mən artıq deyə özümüzü şey deyirik, sıxışdırırıq və beyin yorulur bir yerdən sonra. Və yenə də tam olaraq bu məqamda sənin köməyinə çatacaq tək şey VUP texnikasını istifadə etməkdir. Yəni bunu hər bölümdə dedim, amma yəni həqiqətən hər bölümdə yaşadığımız bu sıxıntıların hamısının tək çarəsi o VUP texnikasıdır. Çünki orada hər şeyi öncədən planlayırsan, başına gələcək ən pis halda belə nə edəcəyini düşünüb yazırsan, hər şeyi planlı şəkildə edirsən və onu yarımçıq qoymaq sadəcə sənin tənbəlliyin, mənim tənbəlliyim olar. Çünki o qədər şeyin içində yenə yarıda qoyuruqsa, demək ki, bizdə bir problem var. İndi keçək əsas məqama. 8 maddədə ertələməkdən necə qurtularıq? Yəni bunu qısa-qısa və çox, yəni böyük deyil, çox xırda addımlarla həqiqətən istəsəz eləyə bilərsiniz. Bunlardan sadəcə 8-ini sayacağam indi. Sevmədiyin işləri sevə biləcəyin hala gətir. Nə demək istəyirəm? Çətin işləri, gözümüzə böyük, çətin, ağır, maraqsız gələn işləri sevdiyimiz bir şeyə dönüşdürməliyik. Bunun üçün özünüzdə bir rutininiz olsun. Nə bilim, dərs mi eləyəcəksiniz? Sevdiyiniz bir həzin musiqini arxada qoyun və sizi biraz motivasiya eləsin və ya çox gözəl sevdiyiniz meyvələrdən bir qab düzəldin qoyun və ya çox sadəsi, yəni ətrafınızda rəngli qələmlər, yəni xoşunuza gələn, gözünüzü oxşayan, sevdiyiniz şeylər əlavə eləyin. İşin içinə ki, o sizə biraz daha maraqlı olsun, daha əyləncəli olsun. Yoxsa belə yəni həqiqətən sıxıcı gəlir və onu yarıda qoyuruq. Və ya diyetə başlayırsan, həftənin bir günü ayır və həqiqətən o gün istədiyin şeyləri ye. Özünü bezdirmə, özünü bəzən ödülləndir. Yəni həqiqətən özünü çox sıxmaqla, yəni o işi tamamlayacaqsan deyə bir şey yoxdur. Əksinə o işdən iyrənməyə başlayacaqsan. İkinci addım beynini susturmaq. Ən sevdiyim budur. Oturmusan, bir anda ağlına gəldi ki, dərsim var idi və ya nə bilim, bir anda bir şey gəldi ağlına, bir işin gəldi, etməli olduğun bir iş gəldi ağlına və 1-dən 3-ə qədər, maksimum 5-ə qədər sayıb dərhal durub o işi görürsən. Orada beynin çox vaxt olmur nəsə düşünməyə. Siz avtomatik qərar verib və o işi eləyirsiniz. Bir işə başladınsa artıq gələcək. Sizin burada tək məqsəd beyni düşünməyə imkan verməmək. Yəni beyni susturmaq. O 3 saniyənin içində çox bir şey düşünə bilməyəcək. Amma oturun, ağlınıza gəldiyi an bir işi 2 dəqiqə düşünün. Artıq sizə o işi etməməklə bağlı 1000 dənə səbəb sayacaq ki, nə bilim bugün başqa işim var, nə bilim falan şey var, bəhmən şey var deyə artıq özünüzə bəhanə tapacaqsınız. Həqiqətən bir yerdən sonra insan onu işləmək istəmir. Artıq yorulur, bezir. Çünki beyin ona bir bəhanə verir. Ona görə beyni susturursunuz birinci növbədə. Üçüncü, minimal hədəflərlə başlayın. Yəni bir kitab oxuyacağam demək yerinə durun 2 səhifə kitab oxuyacağam deyin. Yəni bu tamam başqa bir şeydir. Evi təmizləyəcəm deyirsinizsə, durun bir dənə mətbəxin stolunu silim deyin. Ardı gələcək. İnanın mən ardı gələcək. Sadəcə beyni bir dənə bunu eləyəcəm də, yəni artıq heç nə eləməyəcəmə inandırırıq. Yəni sadəcə odur mövzu. Deyirsən ki, bir dənə stolun silim həvisi, amma ondan sonra nə qədər şey eləyəcəksən özünüz də bilirsiniz. Yəni bir işə başladıq mı ardı gəlir, yəni biz dayanmırıq onunla. Yəni burada tək məqsəd o beyni, bizi manipulə eləmək istəyən o beyni manipulə eləməkdir.
Dördüncü, sadəcə başla. Bundan əvvəl neçə dəfə dedim, bir işə başladıq, ardı gəlir. Heç nə düşünmədən, heç nə planlamadan, nə bilim, duracam indi bunu öyrənəcəm, ondan sonra ingilis dilim də var falan filan. Bunları düşünmədən sadəcə dur və o işə başla. Sonraya buraxma qətiyyən. Məsələn, ipdən paltarlarını götürdün, gəl həmin qatda və qoy. Sonraya qoyma. Məsələn, əlində bir stəkan var, onu yu və qoy, sonraya buraxma. Yəni bu sadəcə xırda işlərdən danışıram. Məsələn, ingilis dilini öyrənməlisən, ona başla və bitir. Yəni bunu yarıda saxlama, bunu ertələmə, yuvadma boş-boşuna. 5-ci addım, nə artıq, nə əskik işləmə. Nə demək istəyirəm? Məsələn, 1 saat təyin elə. Məsələn, ingilis dili üçün 1 saat vaxt ayıracağam. 1 saatdan 1 dəqiqə belə o tərəfə keçmə. 1 saat tamamlandığın bağla kitabı bitdi, bu qədər. Nə artıq, nə əski. Özünə bir zaman ayır. 2 saat, 3 saat, 1 saat hər nədirsə, ondan nə əski, nə də artıq eləmə. Məsələn, bilirsiniz mövzu nədir? İndi bunu hər kəs çox yaxşı bilir. Qadınlar lap yaxşı bilir. Evə bir anda qonaq gələr və bizim normalda 2 saata təmizə çıxartdığımız evi, 2 saata bişirdiyimiz yeməyi yarım saatın içində eləyərik. Niyə? Çünki beyin bilir ki, onun sadəcə yarım saat var. Məsələn, makiyaj eləyirik, normalda 1 saat evdən çıxa bilmirik, amma ehtiyacımız olanda, vacib olanda 10 dəqiqəyə belə çox gözəl şəkildə hazırlaşıb evdən çıxa bilirik. Niyə? Çünki beyin bilir ki, onun sadəcə 10 dəqiqəsi. Beyinə dəqiq bir məlumat verin. Nə qədər vaxtı var? O vaxtı qoy. Bütün günü evdəyəm desəm var ha, o evi bütün gün ərzində yığışdırıb qutara bilməyəcəksən sən. Və 6-cı məncə ən çətindən olacaq sizin üçün və çoxumuz üçün çətin idi. Fokuslanmaq. Fokuslanmaq nə? Məsələn, dərs oxumağa oturmusan və telefonunu qoy digər otaqların birində. Ona əl vurma. Yemək bişirirsən, sadəcə yeməyə fokuslan, ətrafda bir şey eləmə. Çünki bunlar bizim fokusumuzu o qədər dağıdır ki, biz artıq bir işə başlayanda, yəni ətrafda gördüyümüz hər şeyə diqqətimiz dağılır. Ona görə bunu mümkün qədər azaltmalıyıq ki, artıq diqqətimiz bu qədər rahat və sadə dağılmasın. Bunu eləyə bilirsiniz, fikrimiz nə qədər dağılır, nə qədər fikrimiz yayınır, fokusumuz yayılır, pozulur. Yəni bunlar heç yaxşı təsir eləmir və beyin bir yerdən sonra yorulmağa başlayır. 7-ci, yavaş-yavaş hədəfləri artır. Yəni həqiqətən bir anda qaza gəlirik. Vəsiyo eləyəcəm deyirik, amma eləyə bilmirik. Bir anda mən hər gün 10 səhifə kitab oxuyacam demə. Bir anda mən hər gün 1 səhifə kitab oxuyacam de. Mən bundan sonra hər gün 40 dəqiqə idman eləyəcəm demək yerinə bu gün başla 10 dəqiqəlik məşq elə, 5 dəqiqəlik məşq elə. Sabah 15 elə, o bir gün 20 elə. Yavaş-yavaş artır. Birdən-birə qaza gəlmə. Birdən-birə qaza gəlib bir şeylər eləyirik və onu yarım qoyuruq. Sonra özgüvənimiz sınır ki, mən bir işi başa çatdıra bilmirəm. Mən heç bir işimi tamamlaya bilmirəm. Orada özümüzü zədələyirik əslində. Bundan xəbərimiz yoxdur, amma özümüzü zədələyirik. Yəni bu heç qəşəng bir şey deyil. Və sizə çox eşitdiyim bir şey də əlavə etmişəm bura. İnsanlara deyin. Yəni insanlara deyin nə demək? İnsanlarla paylaşın hər şeyi. Məsələn, bundan sonra aya 2 kitab oxuma hədəfim var. Bunun ətrafındakı dostuna, tanışına, sinif yoldaşına, nə bilim, qohumlarına de. Nə bilim, bir başqa bir hədəfim var, onu de. Yəni bu əslində normalda çox böyük hədəflər üçün mən bunu çox sevmirəm. Çünki məsələn, düşünürəm ki, yaxşı bir şey eləyəcəmsə bunu eləyib bitirəndən sonra insanlara deyirəm. Çünki mən artıq bir balaca nəzərə inanıram. Ona görə hər şeyinizi paylaşmayın, amma müəyyən şeylər var ki, yəni nə sizə, nə onlara heç kəsə bir zərər olmayacaq. Xırda şeyləri paylaşın insanda, ətrafınızdakilarla. Çünki bir yerdən sonra artıq onlara verəcəyiniz cavaba görə utanırsınız və onu eləməyə başlayırsınız. Düşünün ki, fikirləşirsiniz ki, birdən soruşarlar ki, nədir falan filan. Həmən nə deyəcəm ona falan, ikimizdən belə düşünəcəksiniz. Nəysə, qısaca bu şəkildə danışmaq istədim. Ümid edirəm ki, hər hansısa bir qismi faydalı oldu. Bu və bu tərz videoları bəyənirsənsə kanalıma nəzər salmağı unutma və dediyim kimi Whoop texnikasına dair mütləq bax, şərh bölümündə qeyd edəcəm. Əminəm ki, o video sənin üçün həqiqətən çox faydalı olacaq. Çünki mənim onu öyrəndiyim anla mənim həyatımda çox şey dəyişib. Özünə çox yaxşı bax. Səni çox öpürəm. Kanalıma abunə olmağı unutma. Hələlik.